Stand-up deməyək, monoloq danışacağım. Siz bayaq dedi stand-up böyük bir şeydir, biraz ürkütücü gəldi. Ona görə də monoloq danışmaq istəyirəm. Mənim, belə deyim, xarici səfərlərim olmadığına görə xaricdən bir şey danışa bilməyəcəm. Müxtəlif təamları dadmaq üçün hara gedirik? Toylara. Restoranlara, toylara. Mən toylara niyə gedirəm? Əsas dram məsələsini danışım sizə. 30 yaşına çatıb subay qalmısansa, hər bir toya, nəsildə, kökdə, qohum, əqrabadakı bütün toylara getmək məcburiyyətindəsən. Yəni, valideyn orada dəvətnamə gəlir, dəhşətnamə gəlir. Dəhşətnamədə ad gedir evin ağsaqqalı olaraq. O ağsaqqal düşür ixtisara, mama ilə sən gedirsən, bir 3-4 gün bundan qabaq sən hazırlayır, üzünü, gözünü qırx. Sifətini təmizdə, bir qəşəng kostyum şalvarda gedirsən ora, sən yazıq elə bilirsən ki, sən gedirsən valideyninin yanında, indi qadın xeylağıdlarına toya gedirsən, bir kişi kimi özün belə. Arxada gedən məqamlardan xəbərin yoxdur. Arxada nə məqam gedir? Toyda sən oynayırsan, bir qarın çörək yeyirsən, ana oradan güdür. Görün, bir dənə namizət tapım. Tap gözünə bir dənəsini ilişdirdi, fokuslandı ona, özdə bayaq hansısa gənclər evi dedi, qadın beyni həqiqətən möhtəşəm işləyir, qadın beyni. Arada 2 stol məsafə var. O qızın o stolunu tutub, pirçelləyib, oradan uca tapıb, bir dənə qohum tapıb, qohum toyudur. Gözündən, yəni bu o deməkdir ki, tanıyırsanmı? O da, hədə yəni hər şey qaydasındadır. Düzdür, o söhbətlərin içində olmuram, təxmin eləyirəm ki, bu söhbət necə bir söhbət ola bilər ki, boya qızım, nətərsən, məni tanıdın mı? O da normal olaraq deyir, yox, bən nətər tanımadın, mən nənənin eltisinin qızıyam da, nənənin eltisi hara, bu hara, bu normal olaraq neçə yaşın var? 21. A qızım, bir dənə sual verim, istədiyin zadın varmı? Fşo, məsələni orada qızda tutur. Qız tutdu ki, fşo, xala burada məni ya oğluna deyir, ya qohumluqda kimsə var ona deyir. Qızın da burada bir məsələsi var da. Qız indi burada hə desə, söhbət valideynlərinin qulağına çatacaq, biraz başı ağrıya bilər. Yox da desə, yaz vardı da, bu yapışdı, fşo, əl çəkəsi deyir. İkinci variantı seçir, deyir, yox, ay bibi deyəndə, bu da qoşuldu Viktorinaya. Viktorinada nə deyirəm? Bir dənə məsələ deyim, mənim müşahidəm belədir. Mən birində işdən gəlirəm. İşdən gələndə bizdə həyət evidir, yay vaxtıdır. Evin qapısı açıqdır, giriş evin qapısı. Mən də sakit təmkinlə girdim. Mama kuxnada kimlənsə danışır. Danışanda belə bir səsi eşidirəm, söhbətləri eşidirəm ki, az kimlərdəndir o, nədir, nəçidir? Bu da nəsə deyir, hə, filan kəsdə bir qız deyib, onu da nəzərimdə saxlayıram. Görüm, filan kəsində qızı var, onu da bir deyəcəm. Yəni, bu siz Viktorinadır, qoşulurlar Viktorinaya. Hər biri gör. İndi bir dənə düşünün də, bir dənə, mən filan kəsova filan kəs, Goranboy rayonundan qatılıram, burada rəqiblərimə uğurlar arzulayıram, amma mənim qarşımda uğur heç birinizə lazım deyil. Çünki qalib mənəm, qalibin uduşuna da baxın da. Heç odur da, başa siz Viktorinada, hə, nətərdir, nətər ailədir, nətər nəsildəndirlər, nəsli kökünədir. Çünki, belə deyim, bizdə hal-hazırki vəziyyətdə sevənlər yox, ailələr, nəsillər, maddiyyatlar və bir də imkanlar evlənir. Buradan valideynlərə səslənirəm, övladlarınızın gələcəyini müdaxilə etməyin ki, xoşbəxt bir ailə tablosu görək. Çox sağ olun, dinlədiyiniz üçün təşəkkür edirəm. Özünüzü təqdim eləyin. Ağayev Tural. Tural, kim yazıb bunu? Bu açığı heç kim yazmıyor. Bu sadəcə mənim... Yaşadığınız... Bəli, öz yaşadığım yəni situasiyalardır. O təzyiqlərə məruz qalıb. Avtor da sənsən də, yəni bu sənə aiddir. Bəli, bu mənə aiddir. Çünki o təzyiqlərə məruz qalan, yəni bir qardaşınız olaraq mən burada... Hələ də subaysan. Bəli. Yaş neçədir? 30. Coşqun müəllim. Hadisə maraqlı deyildi. Hadisə heç bir maraq, amma marağı sən verdin. Aktyorluğunla hadisəni maraqlandırdın, bizi təəccübləndirməyə vadar elədin. Normaldır. Rafael müəllim. Material tanış materialdır.
normal olaraq. Hə, normaldır. Bu gün gənclərin əksəriyyəti O O təzyiqə ki, 30 yaşına gəlib, da yaşasın da onu. normal idi. Üzümüz, dodağımız qaçan momentlər oldu. Nə deyək? Yola salaq. Yola sala, uğurlar. Ürəyinizdə başqa Çox sağ sözünüz olun. qalmadı ki.